Gəncə Dövlət Universitetində kimyanın müasir çağırışları adlı birinci beynəlxalq konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan konfransda müasir kimya elminin aktual istiqamətləri, ekoloji və dayanıqlı texnologiyalar, neft kimya və innovativ yanaşmalar müzakirə olunub. Dünyanın müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar tədbirə qoşularaq elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Konfrans 4 bölmə iclası ilə davam edib. Konfransımızda 9 ölkədən nümayəndələr iştirak edir. Əsas məqsəd konfransda müasir elmi fikirlərin ətrafında mübadilələr aparmaq, görkəmli alimləri, gənc alimlərlə bir araya gətirərək yeni elmdə istiqamətləri müəyyənləşdirmək. Eyni zamanda alimlərimiz bu sahədə gördükləri işlərlə Gəncə Dövlət Universitetinin, ümumiyyətlə Gəncəmizin alimlərini, doktorantlarını, gənc dissertantlarını tanış etməkdir.